Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Yeni bir video izah layihəsinə başlayırıq. Bu layihə təbii ki, nədən ibarətdir? Bildiyiniz kimi, Azərbaycanda istifadə olunan coğrafiya vəsaitlərində uzun müddət iqlim təsnifatı Rus alimi Alisovun təsnifatına əsaslanırdı. Lakin artıq aşağı siniflərdən başlayaraq iqlim təsnifatının verilməsində müəyyən qədər dəyişikliklər olundu və bu il artıq o dəyişikliklərin sadə variantını biz MİQ imtahanlarında görə bildik. Mən sizə bu təsnifatın mahiyyətini və nədən ibarət olduğunu bu video izahlarda verməyə çalışacağım. Deməli, təsnifatımızın ümumi adı, təbii ki, yeni təsnifatımızın ümumi adı Köppen belə deyək də, Geiger iqlim təsnifatı hesab olunur. Gördüyünüz xəritə 1991-2020-ci illər aralığında Köppen iqlim təsnifatına əsasən bölünmüş bir xəritə tipi hesab olunacaq. İndi biz burada əvvəlcə bu iqlim təsnifatının yaradılması haqqında qısaca məlumat verək. Köppen iqlim təsnifatı ümumiyyətlə iqlim tiplərinin təsnifatı üçün ən geniş yayılmış bildiyiniz kimi sistemlərdən biridir. Hansı ki, bu təsnifat ilk dəfə 1900-cü ildə belə deyək, Alman-Rus iqlimşünası Vladimir Petrovich Köppen tərəfindən hazırlanıb. Sonradan elə onun özü 1918-ci il və 1936-cı illərdə bu təsnifatda müəyyən dəyişikliklər eləmişdir. Bəs təsnifatın daha da təkmilləşdirilməsi hansı dövrə təsadüf edir? Təbii ki, daha sonra Alman iqlimşünası Rudolf Geiger tərəfindən bu təsnifata bəzi əlavələr olunub. Və buna görə də sistemin ümumi adı Köppen Geiger iqlim təsnifatı kimi tanınır. Bu təsnifatın ümumilikdə əsas prinsipi nədən ibarətdir? Ona baxaq. Bu təsnifatda əsas prinsip iqlim tipini müəyyən etməyin ən yaxşı meyarı kimi həmin ərazilərdə təbii şəraitdə yayılan bitki örtüyü nəzərdə tutulub. Başqa sözlə, hər bir iqlim tipi özünə məxsus təbii bitki örtüyü ilə xarakterizə olunur deyilir. Mən sizə gördüyünüz xəritəni rahat oxumaqdan ötəri rəng çalarlarının qarşısında verilmiş qısaltmaların ilk əvvəlcə izahını verməyə çalışacağım. Köppen iqlim təsnifatında hərf kodlarına biz nəzər yetirsək, burada təbii ki, görürsünüz, bəzi rəng çalarlarının qarşısında 2, bəzi rəng çalarlarının qarşısında məsələn 3 dənə hərf kodu var. Bu kodlar müəyyən olaraq müəyyən qədər nələri ifadə edir, mən xəritə üzərində sizə yazıb qeyd eləməyə çalışacağım. Gəlin nəzər yetirək. Deməli, yoldaşlar, burada məsələ nə yerdədir? Köppen iqlim təsnifatında hərflərin qısa şəkildə mənası, yəni maksimum gördüyünüz kimi 3 dənə hərf olur deyə rəng çalarlarının qarşısında. Bir-bir mən o hərflərin mənasını izah edəcəm. Birinci hərflər, yadda saxlayaq, birinci hərflər nəyi bildirir? Bunu ümumi rum rəqəmi ilə qeyd eləsəydik daha yaxşı olardı. Deməli, bircə saniyə. Birinci hərflər bizə bildirir, əlbəttə ki, əsas iqlim qrupunu. Əsas iqlim qrupu. Yoldaşlar, əsas iqlim qruplarına biz nəzər yetirsək, A qrupları olacaq tropik iqlim, B qrupları olacaq quraq iqlim, C qrupları olacaq mülayim iqlim, D qrupları olacaq kontinental iqlim, və son olaraq əlbəttə ki, E qrupları olacaq yoldaşlar qütb iqlimləri. İndi mən bunları sizin üçün ümumiləşdireyim. Gördüyünüz kimi bunlar A qrupunun tərkib hissələridir. Bu gördükləriniz təbii ki B qrupudur. A qrupu oldu tropik,
B qrupu oldu quraq. C qrupunun tərkib hissələri. Rəngi dəyişək, siz rahat görə biləsiniz deyə. C qrupunun tərkib hissələri oldu. Əlbəttə ki, mülayim. Sonra burada D qrupunun tərkib hissələri. Fikir versəniz, bunlar olacaq yoldaşlar. Kontinental və sonuncu burada gördüyünüz E qrupunun tərkib hissələri isə olacaq. Əlbəttə ki, qütb, iqlim qrupları. Böyük hərflərin mənasını başa düşdük. İndi keçək digər hərflərə. Yoldaşlar, cədvəllərdə gördüyünüz böyük hərflərdən, ilk hərflərdən sonra ikinci hərflərin mənasına biz diqqət edəsək, ikinci hərflərdə məna bundan ibarətdir. Burada F gördüyünüz, yəni balaca F bildirir. Deməli, quru mövsüm yoxdur, yəni il boyu rütubətlidir. Quru mövsüm yoxdur. Burada B, daha doğrusu M görürsünüz, bax burada AM. M bildirir ki, ikinci hissədə bu musson tipdir. Musson. W bildirir ki, burada qışı quraqdır. Qış quraq. Sonra S bildirir ki, yayı quraqdır. Yay quraq. Böyük W bildirir ki, yəni bura səhra tipdir. Ardınca böyük S bizə bildirir ki, bura çöl, yəni step zonasıdır. Çöl, yəni step zonasıdır. Onun ardınca böyük T bildirir ki, bura tundra zonasıdır. Və yoldaşlar, böyük F bizə bildirir ki, bura daimi buzlaq, yəni əbədi donuşluq zonasıdır. Daimi buzlaq, yəni əbədi donuşluq. Əbədi donuşluq. İndi gəlin o hərfləri mən sizə göstərim. Gördüyünüz kimi A tropikin F-i, yəni quru mövsüm yoxdur, il boyu rütubətlidir. Fikir verin, F ikinci sırada. Onun ardınca hərf çalarlarını dəyişək ki, siz rahat görə biləsiniz. Baxın, burada F-i siz görə bilərsiniz. M, yəni musson tipi. A-nın musson tipi o deməkdir ki, yağıntıları yayaylarına düşür. Eyni zamanda A-nın balaca W tipi, yəni bura qışda quraq olur. Yayda rütubətli, lakin qışda quraq olur. Keçirik B qrupuna. B qrupuna diqqətlə baxsaz, burada böyük W səhra tipləri bildirir. Böyük W-lər səhra tiplərini bildirir. S-lər isə step, yəni çöl zonalarını bildirir. Görürsünüz, S-ləri siz qeyd elədik. Həmçinin C qrupuna biz gələndə orada balaca S-lər görürük. Yəni bu balaca S-lər bizə bildirir. Əlbəttə ki, yayın quraq olduğunu. Baxın, burada biz qeyd edəcəyik, yayın quraq olduğu. Balaca W-lər bildirir, bura bizdə olacaq qışın quraq olduğu yerlər. Qışın quraq olduğu yerlər, fikir versiniz, balaca W-lər qış quraqdır. Və balaca F-lər bildirir ki, burada quru mövsüm yoxdur, yəni rütubətlidir. Baxın, burada F-ləri biz görəcəyik ki, quru mövsüm yoxdur. Kontinental tipə gələndə, kontinental iqlim qrupu daxilində tiplərə biz baxdıqda görürsünüz, bu xırda S-lər bildirəcək bizə yay quraqdır. Baxırıq, yay quraq, yay quraq, yay quraq. Kiçik W-lər gördüyünüz kimi bunlar bildirəcək bizdə qışın quraq olduğunu. Qış quraq, qış quraq, qış quraq, qış quraq. Və F-lər bizə bildirəcək ki, burada quru mövsüm yoxdur və bütün il boyu belə deyək ki, yağıntılıdır. Və qaldı sonuncu E qrupu, yəni qütb iqlim qrupu daxilində böyük T və böyük F bizə bildirəcək ki, böyük T tundra, böyük F isə daimi, yəni əbədi
donuşluq və buzlaqları ifadə edəcək. Bu da bizim ikinci hərflərimizin mənası və qaldı bizdə sonuncu üçüncü hərflərin mənası. Gəlin ona diqqət edək. Üçüncü hərflərin mənası nədən ibarətdir? Yoldaşlar, mən bunları sizə qeyd edeyim. Deməli, A qrupu artıq bizdə temperatur xüsusiyyətinə görə fərqlənən bir qrupdur. Burada A isti yayı xarakterizə eləyəcək. B qrupu bizə mülayim, yəni mülayim qismən isti yayı xarakterizə eləyəcək. Mülayim isti yay. Davamında C kiçik C sərin yayı xarakterizə eləyəcək. Sərin yay. Yoldaşlar, D bizim üçün xarakterizə eləyəcək çox soyuq qışı. Çox soyuq qış. Və sonuncu təbii ki H və K. H bildirəcək isti və K bildirəcək soyuq temperatur şəraitini. İndi biz burada nə gördük? Deməli, biz burada gördük ki, 3 hərfdən istifadə olunub kodlaşma zamanı. Birinci, böyük hərflərlə qeyd olunmuş əsas hissədə bizdə qeyd olundu. Yəni, əsas iqlim qrupları, əsas iqlim qrupları. İkincidə biz gördük ki, qeyd olundu yağıntı rejimləri, yağıntı rejimi. Üçüncü isə yoldaşlar biz gördük ki, burada qeyd olundu temperatur xüsusiyyətləri. Yəni, üçüncüdə mütləq şəkildə yadda saxlayaq ki, burada artıq temperatur xüsusiyyətləri qeyd olundu. İndi mən bunları bir-bir sizə izah edeyim, üçüncüləri. Fikir versəz, B qrup iqlimdə, yəni quraq iqlimdə üçüncü hərflər var. Sizə o hərfləri göstərməkdən ötəri fərqli bir rəng seçək. Gəlin nəzər yetirək. Yoldaşlar, deməli, siz burada görürsünüz ki, B, yəni quraq iqlimdə H, yəni H-lar bildirir istini. H gördüyünüz kimi isti. K-lar isə bildirir yoldaşlar soyuğu. K-lar soyuğu bildirdi. Davam edirik. C qrupunda, yəni C iqlim qrupunda, yəni mülayimlərdə siz baxanda görürsünüz ki, A-lar sizə bildirəcək isti yayları. Baxın, isti yay, isti yay. B-lər mülayim yayları. Görürsünüz yoldaşlar, mülayim yay və sonuncu C-lər sizə bildirəcək sərin yayları. Davamında D qrupu, yəni kontinental iqlim qrupunda da yenə eyni qaydada üçüncü hərflərə diqqət eləsəniz, burada A-lar, fikir versəz A və A. Bunlar bildirəcək isti yayları. B-lər, fikir versəniz yoldaşlar, burada B-lərə, baxın bu B, bu da B. B-lər bildirəcək bizə, təbii ki, rəng çalarlarına görə mülayim, yəni isti yayları. Və C qrupu, baxın, C-lər görürsünüz, C temperatur şəraitinə görə sərin yayları bizə ifadə edəcək. Və qaldı burada təbii ki D-lər, hansı ki biz burada görəcəyik D, D və D. Təbii ki bunlar sonuncu üçüncülər bizə soyuq, çox soyuq qışları xarakterizə edəcək. Doğrudan da ən sadə varianta baxdıqda, baxın bu hissəni siz görə bilərsiniz ki, burada çox sərt və soyuq qışlar keçəcək iqlim diaqramlarına uyğun olaraq. Və qaldı sonuncu, təbii ki biz A qrupu, yəni tropik və belə deyək də Y qrupu, yəni qütb iqlim qruplarında üçüncü temperatur şəraitinə görə fərqlənməni görmürük. Çünki A qrupunda iki tropik xətti arası il boyu temperatur isti, Y qrupunda isə qütb ətrafı ərazilərdə il boyu temperatur soyuq olur deyə temperatur rejiminə görə kəskin fərq müşahidə olunmur. Yəni iqlim dəyişikliyi müşahidə olunmur. Biz bunu Alisov təsnifatında da görə bilirdik. Yoldaşlar, deməli Köppen-Geiger iqlim təsnifatında hərf kodlarının hansı məna verdiyini əvvəlcədən bir də təkrar edirəm. Birinci rəng çalarlarının qarşısında yer alan birinci hərflər əsas iqlim qrupunu, ikinci hərflər yağıntı rejimini, üçüncü hərflər isə
temperatur xüsusiyyətlərini ifadə elədi. Deməli, bu üç vacib əlamətə görə, yəni iqlim qrupu, yağıntı rejimi və temperatur xüsusiyyətinə görə biz iqlim təsnifatını vermiş olacaq. İndi bu cədvəl ümumiyyətlə Azərbaycanda nisbətən istifadə olunmadığı üçün, ilk məlumatlar olduğu üçün mən çalışdım ki, onları daha ətraflı şəkildə sizə izah edeyim. İndi qısaca olaraq mən sizə məlumatları verim. Yəni, hansılar nəyi ifadə edəcək. AF hərfçaları bildiyiniz kimi bu A qrupu, tropik iqlim qrupuna aiddir və rütubətli ekvatorial iqlim qurşağı keçmiş həmən iqlim tipinə uyğun gəlir ki, yağıntılar gördüyünüz kimi AF, yəni il boyu quraq mövsümü yoxdur, yağıntılar il boyu bərabər paylanır. AM qrupunda bura tropik musson bölgələri hesab olunacaq ki, burada fəsil dəyişkənlik yağıntı rejimində müşahidə olunur. AW qrupu isə biz burada deyəcəyik ki, bu tropik savannaları ifadə edir ki, bu savannalarda da belə bir müxtəliflik ola bilər ki, yayı quraq və qışı quraq formada görsənə bilər. B qrupu, yəni quraq iqlim qrupunda əvvəlcə BWH bizə ifadə edir isti səhra tipini, yəni səhra və isti tipi. Bildiyiniz kimi böyük W səhranı və H bizdə ifadə edirdi istini. Böyük W və K deməli bizdə ifadə eləyəcək soyuq səhra iqlimini, yəni səhranın soyuq tipini. BSH, böyük B və S, H, yəni quraq iqlim qrupu daxilində çöl step zonasının isti tipini. Böyük S və K isə quraq iqlimdə çöl zonasının soyuq tipini rəng çalarlarından görürsünüz. C qrupuna nəzər yetirdikdə böyük C, yəni mülayim iqlim qrupunda kiçik S yayı quraq və A isti yayla bağlıdır. Yayı quraq və istidir. CSB-yə baxdıqda deməli mülayim iqlim qrupunda yayı quraq və mülayim yay qrupuna aiddir. CSC-yə baxdıqda mülayim iqlim qrupunda müvafiq olaraq yayı quraq və sərin yaya malikdir. CWA qrupunda mülayim iqlim qrupunda yayı, belə deyək, qışı daha doğrusu quraq və isti yaya malikdir. Qış quraq və isti yaya malikdir. CWC qrupunda, daha doğrusu B qrupunda, CWB qrupu, gəlin buna baxaq. Mülayim iqlim qrupu daxilində yağıntı rejimi təbii ki qışı quraq və B mülayim yaya malikdir. CWC qrupunda mülayim iqlim qrupunda qışı quraq şəraitdə və sərin yaya malikdir. CFA qrupunda C, yəni mülayim iqlim qrupunda F gördüyünüz kimi quru mövsümü yoxdur, yəni rütubətlidir və isti yaya malikdir. CFB qrupunda, mülayim iqlim qrupunda quru mövsümü yoxdur və isti yaya malikdir. Daha doğrusu B-də mülayim və sərin yaya malikdir. CFC-də isə təbii ki mülayim iqlim qrupunda F, yəni quru mövsümü yoxdur, il boyu yağıntılıdır və sərin yaya malikdir. D qrupu, yəni kontinental qrupda, DSA kontinental qrupda yayı quraq və istidir. DSB quraq iqlim, kontinental iqlimdə yayı quraq və mülayim isti yaya malikdir. DSC qrupunda, kontinental iqlim qrupunda deməli yayı quraq və sərin yaya malikdir. DST qrupunda təbii ki görürsünüz rəngindən də kontinental iqlimdə yayı quraq və eyni qaydada çox soyuq qışa malikdir. DWA qrupunda kontinental iqlimdə qışı quraq və isti yaya malikdir. DWB qrupunda kontinental qrupda yayı quraq və mülayim yaya malikdir. DWC qrupunda kontinental iqlim qrupunda
yay quraq və sərin yaya malikdir. DWD qrupunda, kontinental iqlim qrupunda deməli qışı quraq və sərin yaya malikdir. DWD qrupunda, kontinental iqlim qrupunda qışı quraq və gördüyünüz kimi çox soyuq qışa malikdir. DFA-da, yəni kontinental iqlim qrupunda quru mövsümü yoxdur və isti yaya malikdir. DFB qrupunda, kontinental belə deyək, iqlim qrupunda quru mövsümü yoxdur və mülayim yaya malikdir. DFD qrupunda, kontinental iqlim qrupu daxilində quru mövsümü yoxdur və təbii ki, isti yaya malikdir. DFD qrupunda isə quru mövsümü yoxdur və çox soyuq, belə deyək də, qışa malikdir. Və qaldı axırıncı E qrupu, yəni qütb iqlim qrupu. Qütb iqlim qrupunda isə ET, yəni qütb tundra iqlimi görürsünüz burada yoldaşlar və qütb F, yəni böyük F daimi əbədi donuşluq iqlim təsnifatını vermiş olacaq. Burada mən sizə ümumi Köppen iqlim diaqramında kodlaşdırmanın mənalarını izah eləməyə çalışdım. İndi gəlin ilk iqlim qrupu olan tropik, yəni A təsnifatında verilən tropik iqlim qrupunu xırdalayaq və hansı əraziləri əhatə eləyir, onlara diqqət edək geniş formada. Yoldaşlar, deməli A təsnifat qrupuna gəlin nəzər yetirək. Burada biz sizə dedik ki, A qrupu əsasən A zonalar qrupu tropik iqlim və ya təbii ifadə adıyla tropik iqlim qurşağı iqlim qrupunu ifadə edəcək. Yəni A qrupu, buradan deyək, A qrupu və ya adına dedik biz tropik. Deməli, burada yadda saxlayaq ki, bütün ayların orta temperaturu müsbət 18 Selsidən yuxarı olur və bu qrupa aid iqlim tipləri aşağıda sizə qeyd olunub. Yəni AF, biz buna deyəcəyik tropik quru mövsümü olmayan, yəni rütubətli, tropik yağış da deyə bilərsiniz buna. Tropik yağış meşələri, yəni burada il boyu təbii ki, yağıntı olacaq və hər ay üzrə orta yağıntı 60 millimetrdən çox olacaq burada. Yoldaşlar, AM qrupu, biz bunu fərqləndirəcəyik. Əlbəttə ki, tropik musson formasında. Burada ən quraq ayda orta yağıntı, ən quraq ayda bunu belə vurğulayaq. Ən quraq ayda orta yağıntı 60 millimetrdən az olacaq. Amma təbii ki, burada yağıntı daha çox isti dövrdə düşəcək. Hansı ki, 100 illik orta yağıntının 25-ə bölünməsi qiymətindən böyük hesab olunacaq. Yəni, yağıntı miqdarı əsasən yay aylarına düşəcək. AW qrupuna biz nəzər yetirsək, burada vəziyyət biraz fərqlidir. Qışı quraq olan bu savanna hesab olunacaq. Qışı quraq olan savanna iqlimi, qışı quraq olan savanna iqlimi. Və bir də, yoldaşlar, burada verilməyən təbii ki, AS qrupu var ki, bu da olacaq yayı quraq olan savanna iqlimi. Yayı quraq olan savanna iqlimi. İndi gəlin vəziyyətə diqqət edək. Qışı quraq olan savanna iqlimində, yəni gördüyümüz bu hissələrdə ən quraq ayın orta yağıntısı, yenə ən quraq ay üçün orta yağıntı hesab olunur 60 millimetrdən az. 60 millimetrdən az. Yoldaşlar, bu belədir ki, şimallı və cənublu müxtəliflik yaranır. Eynisində də yenə biz bunu AS-ə də aid edə bilərik. AW-da, yəni iyun-iyul-avqust ayları deyək ki, şimalda yağıntılıdırsa, dekabr, yanvar, fevral ayları cənubda yağıntılıdır.
və ya tərsinə dekabr-yanvar qış ayları şimalda quraqdırsa, iyun-avqust ayları qış ayları cənubda quraqdır. Eynən subekvatorialı xarakterizə eləyir. Ümumi yayılması ekvatorial, yəni Alisov təsnifatına görə baxanda ekvatorial, subekvatorial, rütubətli tropik bölgələri daha çox əhatə edilmiş sayılır və coğrafi yayılmasını mən sizə göstərmək istəyirəm. Xəritələrə diqqətlə baxaq. Deməli, A iqlim qrupunun, yəni tropik iqlim qrupunun yayıldığı ərazilərə nəzər yetirsək, əsas yayıldığı ərazilər mərkəzdə biz deyəcəyik ki, AF qrupu, bura ümumi yayılan ərazilər, sonra mən xırdalayacağım bir-bir, sizə şəhərlər də sayacağım bir-iki dənə. Malaya arxipelagı, baxın görürsünüz bu hissə, bunu mən yaşıl solağın daxilində götürəcəm. Malaya arxipelagı, Cənubi Amerikanın şimal hissəsi, buyurun baxın, Cənubi Amerikanın şimal hissəsi, eyni zamanda mərkəzi Afrikada biz bura deyə bilərik. Buyurun, diqqətlə baxsaz görəcəksiniz. Bundan başqa bu iqlim tipi aşağıdakı bölgələrdə də yayılıb. Bura bu bölgələrə aiddir. Mərkəzi Amerika, baxın, Mərkəzi Amerika bölgəsi, Hindistan yarımadası, Hindçin yarımadası. Həmçinin Avstraliyanın şimal hissələri, buyurun, və Madagaskar adasında kiçik sahələrdə müşahidə olunur. Baxın, Madagaskar adasında kiçik sahələrdə müşahidə olundu. Yoldaşlar, AF iqlim qurşağının ən böyük şəhərlərinə nümunə olaraq baxsaq, biz burada Cənubi Amerika materikində, yəni sırf AF qrupuna baxsaq, yəni tünd göy yerlər, burada biz deyə bilərik, nöqtə formasını, sarı nöqtə formasına qoyacağım AF-ləri, üstünə qeyd edirəm. Kolumbiyada, məsələn, Kipto şəhəri, Braziliyada, baxın bu hissədə, Salvador, Santos şəhərləri, baxın burada, eyni zamanda Qayanada Georgetown şəhəri, Surinamda Paramaribo şəhəri hesab olunur. Afrikada, baxın mərkəzdə Ugandada Kampala şəhəri, Kenyada Kisumu şəhəri, burada. Eyni zamanda Madagaskarda Toamasina şəhəri, sahil bölgələrdə. Asiyada, Filippində Davao şəhəri, Malayziyada Kuala Lumpur şəhəri, eyni zamanda Kuching şəhərləri, Singapurda ada dövlətidir, burada bilirsiniz ki, elə Singapur şəhəri, İndoneziyada Medan şəhəri, İndoneziyada Balikpapan şəhəri və Pontianak şəhərlərini misal göstərmək olar. Papua Yeni Qvineyada da biz Lae şəhərini misal göstərə bilərik. Bu AF qrupu, yəni tropik iqlim qrupunun quraq mövsümü olmayan, yəni il boyu yağıntılı formasını. Yoldaşlar, AM iqlim qurşağının böyük şəhərlərini biz sizə göstərək. Mən bunu çalışacağım fərqli bir rəngdə sizə qeyd edeyim bu şəhərləri. Deməli, AM iqlim qurşağının ən böyük şəhərləri Şimali Amerikada, ABŞ-da, baxın, burada deyəcəyik, Miami şəhəri, baxın burada, Florida yarımadasının cənubunda, Meksikada, deməli, olacaq Coatzacoalcos şəhəri, baxın burada, siz bunu görə bilərsiniz. Eyni zamanda adalara baxanda West Indies adalarına, Dominikanda Santo Domingo şəhəri, Puerto Rico'da, baxın burada San Juan şəhəri, Cənubi Amerikada, Venezuelada bu hissələrdə Guanare və Puerto Ayaçı şəhərləri, Braziliyada, baxın burada sahil yanı bölgələrdən birində yenə Recife şəhəri, Qvineyada, burada biz deyəcəyik Konakri şəhəri, ardınca Kamerunda Dualı şəhəri, onun ardınca baxın bu hissədədir, təbii ki, Sierra Leone'da Freetown şəhəri, burada Sierra Leone Freetown şəhəri, Liberiyada Monrovia şəhəri, Ekvatorial Qvineyada Malabo şəhəri, baxın o da yenə mərkəzdədir, buradadır və Nigeriyanın özündə
Port Harcourt şəhəri, Nigeriyada baxın burada sahil bölgələrdə. Gabonda Libreville şəhəri, Gabonda Libreville, o da yenə yan-yanadır. Ümumiyyətlə Kamerun, Ekvatorial Gvineya və Gabon sahil boyu, Nigeriya sahil boyu bu hissəni biz daha çox deyə bilərik. Və Tanzaniyada, baxın burada Kenya və Tanzaniya var, burada Zənzibar adalardadır. Bangladeşdə, baxın bu hissədə, yenə sahildə biz deyə bilərik ki, Chittagong şəhəri, Vietnamda burada yenə sahili bölgələrdə deyəcək Hue şəhəri, Hindistanda təbii ki Koçin şəhəri, sahiliyanı bölgələrdə və Çində Taydun, Myanmada Yankong şəhəri, İndoneziyada Jakarta şəhəri, baxın Yava adasında Jakarta şəhəri bura düşür və Maldiv adalarında burada Male şəhəri və Avstraliyada Cairns şəhəri, baxın bu hissədə. Bunlar oldu təbii ki AM qrupu, yəni AM qrupuna nümunə olaraq biz çəhrayı rəngdə göstərdik onları. Və keçirik AW, yəni tropikdə olan, qışı quraq olan savannalara. Gəlin nəzər yetirək. Burada vəziyyət görək nədən ibarətdir. Biz bunu nisbətən fərqli bir rəngdə verək. Baxaq. Deməli belə. Narıncı rəngi seçək. Aha. Fikir verək yoldaşlar. Deməli, qışı quraq olan savannalar, bu qrupa aid olan ölkələrə nümunə olaraq biz Meksikada deyə bilərik Kangur və Veracruz şəhərləri. Veracruz, baxın bu hissədə və Kangur şəhərləri. Görürsünüz bu hissəni. Eyni zamanda Mərkəzi Amerikada Guatemala, baxın burada Guatemala şəhəri. Nikaragua və Managua, Nikaraguada Managua şəhəri. Panamada Panama şəhəri. Hondurasda Tegucigalpa şəhəri. Deməli, Panama, Nikaragua, Honduras, Guatemala. Bunları gördünüz burada və Costa Rica'da San Jose şəhərləri. West Hind adalarında, Yamaykada biz deyə bilərik ki, təbii ki, Yamayka adasında olacaq Kingston şəhəri burada. Sonra Haitidə Port-au-Prince, Kubada Havana şəhərləri. Cənubi Amerikada biz deyə bilərik Kolumbiyada yenə Cartagena şəhəri, yəni şimal hissələrində. Cartagena, Venezuelada Barquisimeto şəhəri, orada yenə mövcuddur. Ekvadorda Guayaquil şəhəri, baxın bu hissədə Guayaquil şəhəri. Boliviyada Santa Cruz de la Sierra şəhəri, Boliviyada. Eyni zamanda Braziliyada Ribeirão Preto və Rio de Janeiro şəhərləri, Braziliya şəhəri mərkəz hissələrdə olan şəhərlərdir təbii ki. Nigeriyada olacaq Abuja şəhəri, Nigeriyada Kano şəhəri, Abuja və Kano şəhərləri. Malidə təbii ki Bamako şəhəri, Malidə, baxın bu hissədə biz deyəcəyik Bamako şəhəri. Qambiyada Banjul şəhəri, Kongo Respublikasında olacaq Brazzaville şəhəri. Burada təbii ki Burundidə Bujumbura şəhəri, Burundi, Ruanda, Uganda, təbii ki Burundidə Bujumbura, Ruandada Kigali. Eyni zamanda biz deyə bilərik ki, yoldaşlar, deməli Bujumbura, Kigali və Ruanda, deməli Kongo Demokratik Respublikasında Kinshasa şəhəri, Ganada Kumasi şəhəri, buyurun. Sonra Mozambikdə Maputo şəhəri, Hindistanda Kəlküttə şəhəri, sonra Hindistanda Mumbai şəhəri, yəni Hindistan ərazisində mövcud. Bangladeşdə Dakka şəhəri, Vietnamda Haşimin şəhəri, Myanmada Mandala şəhəri, Kambocada Phnom Penh şəhəri, Laosda Vietyan şəhəri, Çində Sayna və Qaosyun şəhərləri. Yəni baxın bu hissələri biz misal göstərə bilərik, Çinin cənub hissələrini. Qaldı bizdə AES qrupu, yəni yayı quraq olan savanna zonaları. Bunları da biz qeyd eləyək. Görək hansı ərazilərdə, hansı şəhərlər mövcuddur. A qrupu tropik iqlim qurşağını yekunlaşdıraq.
Baxaq yoldaşlar, deməli bunları çalışaq ki, fərqli bir rəng seçək, onu da göstərək. Deməli bizə burada A qrupunu göstərək. Bir saniyə bunu qeyd edeyim ki, yaddan çıxmasın. Deməli A qrupuna gəlin, baxaq diqqətlə. A qrupu. Deməli, AS qrupunda yayı quraq olan savannalara nəzər yetirsək, Şimali Amerikada, Meksikada, Merida, deməli, Meksikada mövcuddur. Eyni zamanda Hondurasda San Pedro Sula şəhəri, Hondurasda, Dominikan Respublikasında biz deyəcəyik ki, San Fernando de Monte Cristo şəhəri, Trinidad Tobago şəhəri dövlətində Port of Spain, Kolumbiyada Cali, Kolumbiyada Barranquilla və Venezuelada təbii ki biz deyəcəyik Maturin, Braziliyada Natal və Fortaleza şəhərləri, San Luis şəhəri, Kenyada Mombasa şəhəri, baxın bu hissədə Kenyada Mombasa şəhəri, Mozambikdə biz deyəcəyik Nampula şəhəri, Kotdivarda təbii ki Abidjan şəhəri, Qanada Cape Coast şəhəri, Hindistanda və Chennai və Madurai şəhərləri, və Şri Lankada Trincomalee şəhərinin adını çəkə bilərik ki, şimal hissələrdə formalaşmışdır. Yoldaşlar, AS tipi tropik savanna iqlimi quraq yaylı deməkdir. Yəni bu iqlim tipində yağıntılar əsasən qış mövsümündə düşür, yay isə quraq keçirdi. Bu oldu bizim ümumi A qrupu tropik iqlimə aid olan ərazilərin yayıldığı bölgələr və xüsusiyyətlər. Hissə digər iqlim qruplarında mən çəkib sizə geniş izahını verməyə çalışacağım. Diqqətiniz üçün sağ olun.